Salam, gəlin 6-cı sinif Azərbaycan dili suallarının izahına baxaq. Mətni diqqətlə oxuduq, sual 1-ə baxaq. Altına xətt çəkilmiş ifadələrin kontekstə görə izahında yanlışlıq var. Sazaq sözünün izahı soyuq külək doğrudur. Dikəlmək, əyilmiş vəziyyətini dəyişib ayaq üstə dik durmaq doğrudur. Süzmək sözünə diqqətlə baxan cümlədə Həsən ağa diqqətlə əylədiyini başdan ayağa süzdü. Burada göz gəzdirmək, nəzər yetirmək mənasındadır. Ancaq qarşıdakı nümunədə isə qanad çalmadan sakit-sakit səssiz uçmaq. Bu tamamilə yanlışdır. Bir də C götürürük. 1C yanlış. Növbəti suallarımıza baxaq. İkinci. Biri Həsən ağaya aid edilə bilməz, qarşıdakı insana hörmətsizlik edib onu acılayır. Həsən ağa qarşıdakı insanı acılamır. Yanlış fikirdir. 3-də tünd hərflərə verilmiş sözün mətndəkinə fərqli mənasını istəyir bizdən. Deməli, tünd hərflərə verilən sözümüz baxaq. Cümlə bu cürdür. Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə söndü. Bu təbii ki, məcazi mənadadır. Bizdən bunun fərqli mənasını istəyirsə, biz bunun həqiqi mənada olanını axtaracağıq. Variantlara baxırıq. Daş əriyər, günəş sönər, çıxmaz o gün yaddaşımdan. Məcazi mənada götürmürük. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Məcazi məna götürmürük. Onun içindəki yaradıcılıq eşqi sönmək üzrə idi. Məcazi mənada götürmürük. Səhərə yaxın ocaq söndüyü üçün ev soyumuşdu. Burada sönmək sözü həqiqi mənadır. D variantını götürürük. 4-də mətnə əsasən yanlış fikirdir. Ələddin nişanlı idi, bəli. Həsən ağa qonağa gələcəyi üçün ova getmək istəmirdi, bəli. Hadisələr yay fəslində baş verir, yanlışdır. Bunu hardan bilirik? Çünki orada sazaq sözü keçirdi. Sazaq da ya qışda olur, ya payızda olur, soyuq olur hava nisbətən. Ona görə yay fəslində deyil, yanlış fikirdir. 5-də verilmiş abzasın mətnin hansı tərkib hissəsini artırmaqla mətni genişləndirmək mümkündür? Burada elə şey yoxdur. Sənsiz ovun nə ləzzəti? Ələddin dönüb suyu soymuş kürə, o taydakı meşənin boz qovaqlarına baxdı. Bu təbii ki, yalnız nəticəyə aid olacaq. 6-cı. Bizə deyir ki, mətnin məzmunu əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Burada silaha baxan vaxtı qaribdir ki, atmağı necədir? Yoxlamısanmı? Düzmü? Həmin nöqtədə artıq biz nöqtələrin yerinə düzmü atır? Bu sözü yaza bilərik. Yəni silahın güllə atmağından gedir söhbət. Düzmü atır? Doğrudur. 7. Neçənci misaldakı sözlərin hamısı ahəng qana tabedir. Burada limon sözünü görəm tabe deyil. Namərd sözü var, tabe deyil. Vəfadar sözü tabe deyil. Yalnız qalır ikinci misramız. Hamısı ahəng qana tabedir. 8. Sözlərin quruluşca növünü nəzərə alaraq uyğunluğu istəyir bizdən. Sadə söz, təbii ki, həyət. Düzəltmə, həyətdəki. Mürəkkəb də həyət baca. 1C, 2A, 3B. 9. Hansı cümlədəki fərqləndirilmiş söz həm leksik, həm də qrammatik şəkilçi ilə işlənmişdir? Məktəb sözündən məktəblilər, leksik şəkilçi, larlərdə qrammatik. Əşrəfin qəhrəmanlığı burada yalnız qrammatik şəkilçidir. Böyüklük sözündə böyüməkdən böyük leksik, böyüklük yeni leksik, 2 leksik şəkilçi var. Uşaqlarda larlər qrammatik. Düzgün cavabımız A bəndi, məktəblilər sözüdür. 10-cu sual. Hansı cümlədə fərqləndirilmiş sözün yazılışı səhvdir? Beyin sözü mənsubiyyətdə saitini itirir, doğrudur. Ətir sözü həm halda, həm mənsubiyyətdə saitini itirir, doğrudur. Ağıl sözü yalnız mənsubiyyətdə saitini itirir, doğrudur. Sinif sözü isə həm halda, həm mənsubiyyətdə sait itirir. Amma burada sinifində yazılıb, buradakı i olmamalıydı. 10-cu sualda yanlış D variantıdır. 11. Boylamaq sözünün həqiqi mənada işləndiyi cümləni istəyir bizdən. Ayaz atasının çiyini üzərindən küçəyə boylandı. Bəli, bu tamamilə həqiqi mənadadır. Sonra, hansı cümlədə böyük sözü çox güclü, çox şiddətli mənasındadır? Baxın, dağlardan gələn sel suları çaya qarışaraq böyük daşqına səbəb oldu. Bax, bu çox şiddətli mənasındadır. 13. Nida cümləsi. Sonda nida olan cümlə axtaracaq. Qısaca, D variantı nida cümləsidir. 14-də hansı bənddə fərqləndirilmiş sözlər bir-birinə münasibətdə amonimdir? Amonimlərdə məcazi məna olmayacaq. Baxın, amma A bəndində məcazilik var. Dağların başı, çıxıram. D variantında Əhmədin qolundan yapışıb onun yanına oturdu, ağacın qolu. Ağacın qolu məcazidir, onu çıxıram. 14-də B bəndinə baxaq.
Basma ayağını bizim torpağa, ilanan əqrəbdən yarıla bilməz. Əqrəb burada heyvan mənasını həqiqidir. Vaqif qələmi yerə qoyub saatına baxdı. Saatın əqrəbləri 12-nin üzərində idi. Saatın əqrəbi, heyvan əqrəb həqiqi mənada amonimdir. Boyaqotu sözün tələffüzünü yazsaq, otu. Özündən sonra sait gəldiyi üçün ğıya keçməlidir. Bizə deyir ki, bu səs işlənməmişdir. Təbii ki, burada cavabımız B bəndidir. Q səsi yoxdur burada. 16. İnsan sözündəki saitlərin hər ikisinə aid olan xüsusiyyəti istəyir. Qalın səhvdir, açıq səhvdir, incə səhvdir, dodaqlanmayan, bəli, tamamilə doğrudur. 17. Hansı cümlədəki tünd hərfləri verilmiş sözdə saitlərdən biri uzun tələffüz olunur? Baxın, namərd. Adı uzanma var, namərd. Yaraşıqlı da yoxdur, insanda yoxdur, əlimdə yoxdur. 18. Hansı birləşmədə ayaq sözü məcazi mənadirsə, kəndin ayağı, yolun ayağı və s. Əşrəf yalnız sənə güvənir cümləsində qrammatik mənaya malik olan sözü yalnız qrammatik mənadirsə, köməkçi diksiyası axtaracağıq. O da yalnız sözüdür. Bu belə. Yağıntı mətnini ümid edirəm diqqətlə oxudunuz. Çox maraqlı və çox asan bir mətndir. İndi baxaq mətnə əsasən testlərə. 20-də mətnə əsasən yanlış fikir istəyir bizdən. C variantda deyir ki, yağışın yağmasının havadakı su buxarının heç bir əlaqəsi yoxdur. Amma baxın, bu hissədə onu demir. Su damcıları buludun içərisində olur, buxarlanır, su isə yağış yağır. 21. Mətnin məzmunu ilə əlaqəsi zəif olan cümlə. Burada deyir ki, dünyada ən çox qar Yaponiyada yağır. Yəni, burada artıq mətnlə əlaqəsi də yoxdur. Yanlışdır. Qar, yağış və dolunu birləşdirən cəhətlər hər üçün buluddan tökülməsi ortaq cəhətimizdir. Mətnin nəticə hissəsinə əsasən hansı nəticəyə gəlmək olar? Hər hansı bir ərazinin bitki örtüyün zəif və rəngarəng olması ora düşən yağıntı miqdarının asılıdır. Baxın, cümlələr də var burada. Bu hissəni diqqətlə oxuyun. 24-də səbəbə əsasən nəticə. Deməli, nəticəni oxuyuruq əvvəlcə. Su buxarı atmosfer yağıntılar şəklində yerə düşür. Səbəb nədir? Su damcılarının miqdarı artdıqca damlalar böyüyür və ağırlaşır. Nəticədə də yerə düşür. 25. Kursivlə verilmiş cümlə, baxın fərqləndirilmiş cümlədir. O da bu hissədir. Atmosfer yağıntıları ilə başlayan cümlə. Kursivlə verilmiş cümlədə əhəmiyyətli sözündə qarşılığı burada mühümdür. Mühüm. Bu da bizim testimizin izahı.